Salam hörmətli izləyicilər. Mən sizi Xaçmaz sakini, bir gözəl insan, ağsaqqal Bəşir Kərəmoğlu tanış eləmək istəyirəm. Bəşir Kərəmoğlu Bığ Bəşir kimi bütün Xaçmazlar, ətraf rayonlara tanınmış adamdır. Həqiqətən görünüşünə görə, simasına görə, onun o kişilik ləyaqətinə görə böyük hörmət qazanmış adamdır. Bax, onun burada bir yeməkxanası var, kiçik bir yeməkxanası var. Cəmi bir 70-80 kvadrat metr ərazidə. Bilirsiniz burada nə qədər insanlar, nə qədər dövlət adamları, vaxtlarında onların çoxsu dünyasını dəyişib. 40 ildən çoxdur burada işləyir o. Yəni, bura rəhbərlik ildir, özününkidir. O qədər insanları qonaqlayıb ki, yəni, bura gələn insanların hər biri bunun o kişilik mənəvi dünyasına yığışıblar, oturublar, söhbət ediblər, yüksək vəzifəli rəhbər adamlar da, adi insanlar da, bura gələn bir də istəyir ki, bura gəlsin, otursun bu kişinə söhbət eləsin. Bu Bəşir kişi həqiqətən də o müasir deyilmi, müasir deyə bilmərəm, yəni köhnə kişilərdəndir. Bugün də öz kişi qürurunu, vüqarını, aləmini qoruyub saxlayan adamdır. Ona görə də mənim 40 ildən çoxdur bu insanı tanıyıram. Mən istərdim ki, siz bunu tanıyasınız, bunu necə deyərlər, bunun qonağı olasınız. Xaçmazda Bəşir, Bığ Bəşir, kimdən soruşsanız, Bəşir Kərəmoğlu sizə deyəcəklər. Bəşir kişi, bəlkə bir-iki kəlmə, bir söz deyəsən. Mən bütün bu Azərbaycan xalqına, Xaçmaz xalqına öz minnətdarlığımı bildirirəm ki, mən bütün şənliklər, bütün meclislər, toy meclislər, mən həmişə o toy meclisləri 3 günlük, 2 günlük, 1 günlük meclislərdə mən müqəddəs borcumu yetirmişəm və onların meclislərin yola vermişəm. Allah onları həmişə xoşbəxt biləsin. Allah o